Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nesta'in. Sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Salamlayıram hər birinizi dəyərli izləyicilər. Xoş gördük bir daha. Bugün yenə Fatimiyyə günlərində sizinlə birlikdə bəzi bəhslər barəsində danışacağıq ki, hansı ki ötən dəfə biz xanım Fatimiyyə Zəhraya bənzəmək barəsində danışmışdıq. Xüsusilə də müraciətimiz xanımlara idi, hansı ki Həzrəti Zəhranın yolunu getmək istəyir və özünü o xanımın şəxsiyyətinə bənzətmək istəyir. Qeyd etdik ki, ən birinci nöqtə məhz xanımlar barəsində hicab bəhsidir və hicabın növləri barəsində danışdıq. Danışdıq ki, Qurani Kərimdə hicabın 3 cür növü qeyd olunub, açıq-aşkar bu barədə ayələr nazil olubdur və qadının ən birinci hicabı məhz onun geyimində bədəninin əzalarını örtməsi və ikinci hicabı isə onun rəftarında hicabıdır. Məsələn, yol yeriməsi kimi, hansı ki Qurani Kərimdə işarə olunur ki, yolu yeriyərkən elə yeriyin ki, xalxallarınızın səsləri aşkar olmasın. O zaman bildiyimiz kimi ayağa xalxal taxırdılar və bugün əgər xalxal yoxdursa, müqayisədə yeriyiş tərzi və yaxud ayaqqabının geyim tərzi bu şəkildə nöqtələr var ki, naməhrəmin diqqətini cəlb edir. Və bu məsələlərə diqqət yetirmək önəmlidir və hətta naməhrəmlərin olduğu bir cəmiyyətdə rəftar çox önəmlidir. Bu rəftarda hicabdır və üçüncü növ hicab da məhz danışıqda hicab idi ki, biz bu barədə Quran ayəsində də toxunduq ki, Əhzab və Nur surələrinə müraciət etsək bu ayələrlə rastlaşa bilərik və qeyd olunur ki, naməhrəmlərin yanında səsinizin tonunu dəyişməyin, səsinizi incəltməyin ki, qəlbində mərəzi olanlar, xəstəliyi olanlar günaha mürtəkib olmasınlar. Yəni, qadınların özlərini qoruması barədə, iffət və həya nöqtələrinə riayət etməsi barədə açıq-aşkar ayələrdə qeyd olunub. Və bu ayələrə nöqtə bə nöqtə əməl edən şəxs ən yaxşı nümunə Həzrəti xanım Fatimiyyə Zəhra idi. Bugün biz istəyirik ki, tarixdən olan faktlar barədə danışaq. Yəni, xanım bizim nümunəmizdir. Və biz ümumiyyətlə Həzrəti xanım Fatimiyyə nisbətdə vəzifələrimizi gərək tanıyaq və bilək. O vəzifələrdən biri də bizim onu nümunə götürməyimizdir. Və ən önəmlisi budur. Nəyə görə? Çünki bugün insanlara baxırıq ki, insanlar düzgün olmayan nümunələrə müraciət edir. Biz hətta ötən ildə bu barədə danışmışdıq və tərbiyə, İslam tərbiyəsi mövzusunda da, uşaq tərbiyəsi mövzusunda da bu nöqtəyə toxunmuşuq ki, ümumilikdə nümunə, ülgü çox önəmli bir məsələdir. Yəni, örnək çox önəmli bir məsələdir. İnsanın özünü düzgün formalaşdırması üçün, düzgün tərbiyələndirməsi üçün düzgün nümunəsi olmalıdır. Və bu nümunə hər tərəfli olmalıdır, mükəmməl olmalıdır və kamil olmalıdır. Kamil nümunə də kimdir? Həzrəti xanım Fatimiyyə Zəhra, xanım Zeynəb, Həzrəti Xədicə Kubra kimi şəxslərdir. Və xanım Fatimiyyə Zəhraya baxmaq istədikdə, yaxşı olar ki, Fatimiyyə günləridir deyə məhz elə müraciət edək Fədək xütbəsinə. Tarixdə böyük bir sözə sahibi olan, böyük bir nöqtələr qeyd olunmuş xütbədir Həzrəti xanım Fatimiyyə Zəhranın xütbəsi. Düzdür ki, adı Fədək xütbəsidir. Amma burada Fədəkdən çox bir çox ilahi nöqtələr, əxlaqi nöqtələr, dəyərlər və əmr-i məruf və nəhy-əz münkər, yəni pisliklərdən çəkindirmək, yaxşılıqlara dəvət etmək haqqında qeyd olunubdur. Və bu xütbənin özlüyündə iki hissəyə bölsək, yəni xütbə barəsində danışdığımız zaman birinci hissədə yaxşı olar ki, xanımın hansı şəkildə hazırlaşıb getdiyi nöqtəsinə toxunaq və ikinci hissədə xütbənin mətni barəsində bir çox nöqtələri qeyd edə bilərik. Xanımın tarixdə necə hazırlaşıb məscidə xütbə etmək üçün getməsinə diqqət yetirdikdə birinci məsələ görürük ki, tarixdə onun geyim tərzi barəsində danışılır. Geyim tərzi barəsində danışılır ki,
yəni ximar, xomr deyilən bir geyim ki var. Həmin o geyimi baş örtüsünü örtür və cilbab geyinir. Baş örtüsü dedikdə bu sadə bir baş örtüsü deyildi. Yəni bu baş örtüsü tarixdə qeyd olunur ki, araşdırılır bu barədə ki, xanım birinci geyindiyi zaman elə bir baş örtüsü örtür ki, onun hətta çiyinlərini örtür, onun sinəsini və hətta kürək nahiyəsini də kamil şəkildə örtür. Əlbəttə, indiki dövrdə buna bənzər baş örtükləri istehsal olunur. Yəni, gözə çarpır sözsüz ki, amma yəni, əksər insanlar da var ki, biz görürük ki, tarixdə qeyd olunan bu geyimin əksinə olaraq bəzən dəbə görə, bəzən göstərişə görə, yəni qadın kamil örtülmür baş örtüsü ilə. Bəs bu bizə bir nümunədir ki, xanım cəmiyyət arasına çıxanda ilk növbədə çiyinlərini, sinə nahiyəsini və arxadan kürək nahiyəsini baş örtüsü ilə elə bir geniş və kamil baş örtüsü olur ki, kamil şəkildə özünü örtür. Və onun geyindiyi manto mu desək və yaxud üst libası geyimi mi desək, həmin o cilbab ki olur, uzun və geniş bir, yəni ayağın üzünə qədər olan bir manto tipli bir şey olur. Əlbəttə, buna köynək deyirdilər o vaxtı. Yəni, əgər biz bugün öz dilimizə tərcümə eləsək, yəni köynək kimi bir üst geyimi olur ki, ayaqlarının üzünə qədər örtür onun bədənini və kamil surətdə geyinir. Üst geyimini geydikdən sonra tarixdə qeyd olunur ki, o bir neçə xanımla bərabər, bir neçə xanımın müşayiəti ilə bərabər məscidə doğru addımlayır, məscidə doğru gedir. Burada önəmli bir nöqtə var. Nöqtə bundan ibarətdir ki, bəs deməli, hətta ictimai bir çıxış üçün və yaxud siyasi bir çıxış üçün İslam qadının cəmiyyətdə iştirak etməsinin əleyhinə deyil. O ki, bugün Qərbdə və bir çox ölkələrdə bir çox İslamla müxalif olan kəslər çatdırmağa çalışırlar ki, İslam qadınları qapıyır, İslam qadınların azadlığını əlindən alır və icazə vermir ki, cəmiyyətdə olsunlar, qadınları zülm edir. Deməli, bəs bizim höccət kimi bildiyimiz xanım, anamız xanım Fatimə-i Zəhra, Peyğəmbərin qızı cəmiyyətdə yeri gələndə iştirak da edirdi. Nə qədər ki, ehtiyac yox idi, o yəni çıxıb hər hansı bir ictimai və yaxud siyasi bir xütbə etməmişdi. Amma məsələ imamətə gələndə və boynuna vəzifə gələndə xanım belə bir addım atır, məscidə doğru gedir və məsciddə həmin bu xəfədək xütbəsini insanlara edir. Yəni insanlara müraciət edir. Və məqsədi və hədəfi də sözsüz ki, ilahi bir məqsəd və hədəfi idi və insanları ayıltmaq, onları doğru yola dəvət idi. İnsanlarda oyanış yaratmaq idi. Bəs deməli, İslam qadınların cəmiyyətdə iştirakı ilə, qadınların fəaliyyətləri ilə müxalif deyil. İslamın dediyi budur ki, və deyərdim ki, qadınlara ən böyük azadlığı verən hələ İslam dinidir. İslamın dediyi budur ki, qadın öz kamil geyiminə, rəftarına, düzgün rəftarına və danışığına riayət etsə, bəli, azad şəkildə cəmiyyətdə də iştirak edə bilər və heç bir maneəsi yoxdur. Sadəcə və sadəcə Allah təbarək və təala qadına çox dəyər verdiyi üçün, qadının şənini çox uca bildiyi üçün ona layiq olmayan hərəkətlərdən nəhy edir və uzaqlaşdırır. Sözsüz ki, o qadınlar cəmiyyətdə iştirak etməməlidir ki, onlar fisq və fəsada səbəb olurlar. Yəni öz geyim tərzləri ilə əks cinsi günaha salırlar, əks cinsi təhrik edirlər, çox üzr istəyirəm və ilaxır. Bəs bu məsələyə diqqət yetirməlidir ki, xanımlar, əgər istəyiriksə, İslamı düzgün tanıyaq və bilək, İslamı geyimə riayət edək, ən yaxşı nümunə və ülgü bizim üçün xanım Fatimə-i Zəhradır. Biz xanım Fatimə-i Zəhranın cəmiyyətdə iştirak etdiyi üsulda və tərzdə əgər iştirak etsək, bizim üçün heç bir maneəsi yoxdur və İslam bununla müxalif deyil. İnşallah ki, Allah Taala bu hicab əmanətinə, bu hicab əmrinə ən düzgün şəkildə bizi riayət edənlərdən qərar versin. Məxsusən də
yəni bizim yəni cəmiyyətimizdəki indi modernizm adı altında insanları əsarətə doğru aparırlar. İnşallah ki, müasirlik adı altında əsarətə düçar olmarıq. Allah bizi hər iki dünyada Həzrət xanım Fatimə-i Zəhradan və onun yolundan ayrı salmasını inşallah. Sizi hələlik Allaha əmanət edirəm. Sağ olun, salamat qalın.